Əslində metamorfoz mənim üçün ilk təlim idi. Ondan qabaq da sizin bu onlayn təliminizi Instagramda gördüyümə görə bir dənəyim kimi oldu ki, baxım görüm, ümumiyyətlə axtarışdaydım. Belə bir mentor axtarışındakı şeydi. Təsadüf elə Instagramdan gördüm. Oradan Onyx menecmentlə başladım. Amma metamorfoz mənim üçün birinci təlim idi. Yəni 5 günə Xalid müəllim demişkən, o 5 günə insan necə dəyişər? Mənə də sual altındaydı, amma marağa gəldim ki, görüm necə dəyişir insan. Ümumiyyətlə bu insan həyatında bir şeyə yaxınlaşması üçün o marağın bir kökü olmalıdır da. Nədən sizin həyatınızda nə var idi ki, o maraq yaranmışdı, nəsə belə bir axtarış yaranmışdı? Axtarış ondan yaranmışdı ki, elə ki, biraz monotonluq məni yordu. Yəni özümə sual verdim ki, hara kimi, yəni özümə ki suallar verirdim ki, necə dəyişim, karyeramda, özümdə, həyatımda hansı dəyişiklik eləyim, müəyyən şeylər ki, onun üçün suallarım, beynimdə o qədər yorulmuşdum ki, axırı axtarışa çıxmışdım ki, yox, dəyişməliyəm mən, bu cür getməz. Yaxşı, bu dəyişiklik Cahil, batil, aqil mövzusu da var idi orada. Cahildə nə var idi ki, o sizə dəydi? Biraz keçmişə takıntılarım var idi. Keçmişə orada elə bil ki, bu belə elədi. O gedirdi də beynimdə, gedirdim, gəlirdim. Bu İnsan keçmişi xatırlamamalıdır. Xatırlamalıdır, amma yaşamamalıdır. Yaşamamalıdır. Qəşəng sözdür. Mən alqışlayıram. Yəni keçmiş var, yaşayırıq, yaşanmalıdır, amma ilişib qalınmamalıdır. Təlimin unikallığı nədə idi? Təlimin unikallığı o mənə maraqlı oldu ki, monoton olmadı, bezdirici olmadı. Yuxud, yəni ki, 5 gün dalbadaldı. Necə deyim, belə bir reality show-daydı. Reality show. Həm komanda şəklində də işləyirdi, həm təklikdə də işləyirdi. Yəni ki, elə bir hər tərəfli də. Hər tərəfli. Bir də ki, bir o xoşuma gəldi ki, siz öz ailənizi də ora sövq elədiniz.